Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. İttihama əsasən Məhərrəm Məhərrəmov bir neçə şəxsə qarşı dələduzluq edib. Onların mobil telefonlarını və pullarını ələ keçirib. Cinayət işinin digər epizodları isə hədə-qorxu ilə tələb etmə ittihamı ilə bağlıdır. Təqsirləndirilən şəxs 2025-ci ilin iyul ayının sonlarında TikTok sosial şəbəkəsi vasitəsilə Familə Əsədova ilə tanış olub. Sonra qarşılıqlı razılıq əsasında onun Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən evinə gedib. Məhərrəm Məhərrəmov onların şəxsi münasibətləri zamanı çəkilən video və fotoşəkilləri qadının həyat yoldaşına göstərib. Bildirib ki, pul verməsə onun haqqında rüsvayedici məlumatlar yayacaq. Məhərrəm həm qadını, həm də ərini bu görüntülərlə şantaj edib. Məhərrəmov onlardan müxtəlif vaxtlarda müəyyən məbləğlərdə pul alıb, qadının qızıl sırğasını, qol saatını ələ keçirib. Nəhayət şantaj və təhdidlərdən bezən Familə Əsədova hüquq mühafizə orqanlarına müraciət edib. Məhərrəm onun şikayəti əsasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Məhərrəm Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin təkrar dələduzluq və təkrar hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə o 6 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, ad və soyad şərtidir.